Paşa Holdingin təşkilatçılığı ilə Future Shapers proqramının açılış tədbiri keçirilib. 26 aprel 2025-ci il tarixində Future Shapers proqramının açılış tədbiri baş tutub. Artıq 4-cü dəfə təşkil olunan proqram istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat vermək məqsədi daşıyır. Future Shapers'ın bu ilki əsas mövzuları data və analitika, informasiya texnologiyaları, məhsul mədəniyyəti və innovasiyadır ki, tədbir zamanı bu mövzuları əhatə edən bilik sessiyaları həyata keçirilib. Tədbir zamanı spiker qismində Paşa Holdingin və digər qurumların rəhbər şəxsləri öz təcrübələrini paylaşıb, texniki və rəqəmsal bacarıqlar sahəsində baş verən yeniliklər və fürsətlər barədə məlumat veriblər. Bununla yanaşı tədbirdə Paşa Holding və onun törəmə şirkətlərinin nümayəndələri iştirakçılara Paşa qrupun baxışı, karyera və inkişaf imkanları barədə məlumat verib, bazarda yaranan yeni rollardan bəhs ediblər. Bizim üçün çox sevindirici bir amildir ki, bu proqrama gənclər tərəfindən olan maraq hər il daha da artır. Bu il müraciət edən şəxslərin sayı rekord həddə çatmışdı. Onlar arasında həm yerli tələbələr, həm xaricdə təhsil almış həmyerlilərimiz, həm hətta ötən illərdə Future Shapers-a artıq qatılmış şəxslər var idi. Çox ümid edirik və inanırıq ki, həm Future Shapers vasitəsilə, həm buna bənzər digər proqramlar vasitəsilə ölkə gəncliyinin inkişafına töhfə vermiş olacaq. Növbəti mərhələ olaraq iştirakçıları qabiliyyət imtahanı, eləcə də müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biznes simulyasiyaları gözləyir. Uğurlu nəticə təqdim edən şəxslər Paşa Qrup şirkətlərinin istedadlar siyahısına da daxil ola biləcəklər. Qeyd edək ki, proqram Paşa Holdingin öyrənmə və inkişaf mərkəzi olan Paşa Hub tərəfindən təşkil olunur. Paşa Hub yalnız Paşa Qrup şirkətlərinin əməkdaşlarının inkişafına deyil, eyni zamanda ölkəmizin gənc kadrlarının inkişafına yönəlmiş proqramların təşkilini nəzərdə tutur.